Salam, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugünkü videomuzda 2017-ci il 1-ci qrup sınağı 2 A variantı testinə baxırıq. Başlayaq 26-dan. Dövrə hissəsində müqavimətlərin nisbəti 4, V voltmetrin göstərişi U-dur. V1 voltmetrin göstərişini hesablayın. Göründüyü kimi bu müqavimətlər ardıcıl qoşulub və ardıcıl qoşulmada da V voltmetri hər ikisindəki gərginliyi ölçür. Ona görə də biz yazarıq ki, U bərabərdir 1-ə və 2-yə düşən gərginliklərin cəmi, ardıcılda gərginliklər toplanırdı. Və bizdə müqavimət bu R-dirsə, bu 4R-ə bərabərdir, göründüyü kimi nisbətdən. Bizdə də demişik ki, ardıcıl birləşmədə hər bir naqilə düşən cərəyan eynidir. Yəni, hər naqildən eyni cərəyan keçir. I1, I2-yə bərabərdir. Onda U ilə R düz mütənasib asılı qalır. Yəni, R1-ə düşən gərginlik U-dursa, R2-yə düşən gərginlik onda olacaq 4U. Çünki düz mütənasib asılı qalır. Onda əgər U1 bərabərsə U-ya, U2 4U olacaq. Amma burada bizə V voltmetrin göstərişini U veribdir. Yəni, onda biz belə yazaq. U ilə yazmayaq. U1 ilə U2-nin cəmi U-dur. Bu U1-dirsə, bu da 4U1-ə bərabərdir. 4 dəfə birincidən böyükdür. Onda yazarıq ki, U1 üstə gəl 4U1 bərabərdir U-ya. Buradan 5U1 bərabərsə U-ya. U1 də bərabərdir U bölünsün 5, yəni 0,2 U. Bizdən V1 göstərişini istəyir. V1 də yalnız R1-ə qoşulub. Yəni, U1-i göstərir də bizə. Biz də U1-i tapdıq ki, 0,2 U. Doğru cavab olur D variantı. 27. Hansı qrafiklər izoxor prosesə uyğundur? İzoxor proses bilirik ki, V-nin sabit olduğu prosesdir. V sabit olanda təzyiqlə temperatur bir-birindən düz asılı qalır. O zaman birincisində P sabitdir, bu deyil. İkincisində P-nin D-dən düz asılılığıdır, bunu götürürük. 3-də də V konstant, bunu da götürürük. 4-də isə izotermikdir, bunu götürmürük. Doğru cavab olur Y variantı. 28. İkinci cismin itirdiyi kinetik enerji nəyə bərabərdir? Qarşı-qarşıya hərəkət edirlərsə, burada əvvəlcə impulsun saxlanma qanunu yazarıq biz. İmpulsun saxlanma qanununa görə, əgər bunlar qarşı-qarşıya hərəkət edirlərsə, bunların son impulsu tapanda çıxacaq. Böyükdən kiçiyi çıxırıq. P1 çıxılsın P2. Burada da baxırıq ki, birincinin impulsu MV-dir də 2M vurulsun V. Burada isə M vurulsun 2V. Yəni, hər ikisi 2MV-yə bərabərdir. Hər ikisi 2MV-yə bərabərdirsə, son impuls nəyə bərabərdir? 0-a. Yəni, bu cisimlər toqquşanda nə edəcək? Toqquşanda artıq bunlar bir-birinə dəyib dayanacaqlar. Dayanmaq nə deməkdir? Bütün kinetik enerjisini itirir. Yəni, kinetik enerjinin hamısını itirir. İndi bizdən soruşur ikinci cismin itirdiyi kinetik enerji. Yəni, buradan yazsaq, Y kinetik 2 bərabərdir. 2-nin bütöv kinetik enerjisinin hamısını itirdiyinə görə, ikincinin kütləsi M-dir, sürəti isə 2V-dir, kvadratı bölünsün 2. Burada da eləyir 2MV kvadratı. Doğru cavab olacaq. Burada D variantı. Keçək növbəti suala. 29. Yüklənərək cərəyan mənbəyindən ayrılmış və lövhələr arası dielektrik nüfuzluğu Y bərabər epsilon 2 olan dielektriklə doldurulmuş müstəvi kondensator elektrometrə birləşdirilmişdir. Lövhələr arasındakı dielektriki çıxardıqda elektrometrin göstərişi necə dəyişər? Əgər ayrılıbsa, demək ki, burada Q sabitdir. Elektrometr bilirik ki, gərginlik düşküsünü ölçür. O bərabər Q bölünsün S. Q sabitdir. S-ni atsaq, Q epsilon 0 S bölünsün D. Göründüyü kimi epsilondan tərs asılıdır. İndi burada əgər lövhələr arası dielektriki çıxarırsa, yəni epsilon 2 dəfə azalır. Epsilon 2 dəfə azalmağı nə deməkdir? U-nun 2 dəfə artmağı deməkdir.
Ona görə də doğru cavab olur A variantı. 30. Radioaktiv elementin yarım parçalanma periodu 5 ildir. Neçə ildən sonra elementin aktivliyi 4 dəfə azalar. Biz bilirik ki, aktivlik bu qanunla dəyişir. A bərabərdir A0, 2 üstü mənfi T bölünsün T. İndi yarım parçalanma periyod bərabərdir 5-ə və aktivlik də 4 dəfə azalır. 4 dəfə azalmaq o deməkdir, son aktivlik əvvəlkinin 4-ə nisbətinə bərabərdir. İndi bu verilənləri qoysaq yerinə, A0 bölünsün 4 bərabərdir. A0 vurulsun 2 üstü mənfi T bölünsün 5. A0'lar islah olunur. Bu tərəf olur 2 üstü mənfi 2 bərabərdir. 2 üstü mənfi T bölü 5. Burada da əsaslar eynidir. Üstləri bərabərləşdirirsək 2 bərabər T bölünsün 5. Buradan da T bərabər 10. Deməli 10 ildən sonra aktivlik 4 dəfə azalar. 31. Elektromaqnit dalğası mühitdən vakuuma keçir. Hansı ifadələr doğrudur? Biz bilirik ki, mühitdən vakuuma və yaxud vakuumdan mühitə keçəndə tezlik və periyod dəyişmir. Dalğa uzunluğu və sürət isə vakuuma keçəndə n dəfə artırdı, mühitə keçəndə isə n dəfə azalırdı. Burada da n nə idi? Sındırma əmsalı. İndi tezlik dəyişmir cavabları ilə başlayacaq deyə A ilə C qalır. Vakuuma keçdiyinə görə dalğa uzunluğu artır. Çünki sındırma əmsalı azalır. Ona görə doğru cavab olur A variantı. 32. Təzyiqi 2 kilopaskal, daxili enerjisi 6 kilojoule olan bir atomlu ideal qazın həcmini hesablayın. Daxili enerji endüstron yazsaq, U bərabərdir 2-də 3 PV. Buradan indi həcmi tapsaq, V bərabərdir 2U bölünsün 3P. 2 vurulsun, U'su 6 kilojouldur. Hər ikisi kilo ilə olduğuna görə mən vahid dəyişməsi etmirəm. 3 vurulsun 2. Burada da cavab çıxır 2, yəni Y variantı. 33. İşıq sındırma əmsalı 1.6 olan mühitdən sındırma əmsalı 2.4 olan mühitə keçir. M1 bərabər 1.6, N2 bərabərdir 2.4. Burada göründüyü kimi sındırma əmsalı artır. Sürət də V bərabər C bölən olduğuna görə 1.6-dan 2.4-ə getmək 1.5 dəfə artmaq deməkdir. Sındırma əmsalı 1.5 dəfə artdığına görə sürət də 1.5 dəfə azalar. Doğru cavab olur Y variantı. Burada görünən testləri işləyib sonra aşağı düşəcəm. Ona görə 38-ə baxıram. Metr bölü saniyə kvadratı hansı fiziki kəmiyyətin vahididir? Təcilin cavab D variantı. 39. Alfa hissəcik intensivlik vektorunun əksi istiqamətində bir cins elektrik sahəsində 20 volt potensiallar fərqi keçdikdən sonra onun potensial enerjisi necə dəyişər? Deməli, elektrik sahəsi intensivlik xətlərinin istiqamətinə görə bu tərəf müsbət, bu tərəf mənfi yüklüdür. Müsbət yük, alfa hissəcik müsbət yüklüdür. Də bilirik ki, müsbət yük müsbətə tərəf yavaşlayan hərəkət edir. Bu zaman kinetik enerji azalır, potensial enerji artır. Demək ki, bizim artar cavablarımızdan biri olacaq. İndi potensial enerji endüstron yazsaq biz burada. Potensial enerjinin artımı da kinetik enerjinin azalması qədərdir. Yəni, görülən işin əksi qədərdir. Görülən işdə burada mənfidir deyənə, belə yazımda mənfi A. Mənfi, görülən iş özü də mənfi olduğuna görə mənfi QU yazsaq, potensial enerji olacaq QU. İndi bizdə alfa zərrəciyi bilirik ki, helium 2-4 atomudur. Bunun yük ədədi 2-dir. Yəni Q'su 2-dir, U'su da 20-dir. Onda potensial enerjini tapanda 2 vurulsun 20 bərabərdir 40. 40 elektron volt artar. Doğru cavab olur C variantı. 34. Konturdakı cəryan şiddətinin zamana görə dəyişməsi nəticəsində bu konturda elektrik hərəkət qüvvəsinin yaranması hadisəsi necə adlanır? Deməli, bu tərifdir və bilirik ki, biz dərsdə öyrənmişik ki, bu öz-özünə induksiya hadisəsidir. 35.
Eyni misk porosu məhlulu olan iki elektrolitik vannanın elektrodları arasındakı gərginliklər U və 2U'dur. Eyni qədər enerji sərf olunduqda vannalarda ayrılan misin kütlələri arasında hansı münasibət doğrudur? Deməli, eyni misk porosudur və enerji də eynidir. Biz enerjinin düsturuna görə mu bölünsün K'ya görə buradan m'i tapsaq, hardan yazım? Buradan. M bərabərdir, enerji vurulsun, K bölünsün, U'dur. Göründüyü kimi, eyni qədər enerji sərf eləyəndə M U'dan tərs asılı qalır. Əgər birincidə U, ikincidə 2U'dursa, burada 2M, burada isə M olar. Bu da görünür ki, ikincinin kütləsi birincidən 2 dəfə kiçikdir. Yəni M2 bərabərdir, M1 bölünsün 2. Doğru cavab olur B variantı. 36. Bir cins elektrik sahəsinin hansı nöqtəsində elektronun potensial enerjisi ən kiçik olar? Elektronun potensial enerjisi ən kiçik olur. Deməli, kinetik enerjisi ən böyük olan nöqtə lazımdır bizə. Burada da deməli elektron, baxırıq ki, elektrik sahəsi yuxarı yönəlib. Elektron bu nöqtədə, burada, burada, burada və burada. Bildiyimiz kimi aydındır ki, artıq ortadakılar cavab ola bilməz. Mənfi mənfiyə yaxın olanda enerjisi böyük olar, yoxsa müsbətə? Təbii ki, kinetik enerjini biliriksə, mənfi müsbətə cəzb olunan şeydir. Ona görə də 5-də olanda kinetik enerjisi ən böyük olur. Bu nöqtədə kinetik enerji maksimumdadır. Bu bir nöqtəsində kinetik enerji minimumdadır. Yəni 5-dən 1-ə getdikcə kinetik enerji azalır, potensial artır. Onda əksinə 1-dən 5-ə getdikcə potensial enerji artır, kinetik azalır. Və burada da, üzr istəyirəm, mən səhv dedim. Deməli, 1-dən 5-ə getdikcə mənfi müsbətə doğru gedir. Ona görə də potensial enerji azalır. Azalır, kinetik enerji artır. Kinetik enerji artır. Bizdə də potensial enerjinin ən kiçiyi lazımdır. 1-dən 5-ə getdikcə ən kiçik olursa, demək ki, 5-də ən kiçik olacaq. Ona görə də doğru cavab olur C variantı. 40-a baxaq. Deməli, yer səthi yaxınlığında cismin hər hansı hündürlükdən sərbəst düşmə müddəti T-dir. Yerin kütləsinə bərabər radiusu yerin radiusundan 2 dəfə böyük olan planetin səthi yaxınlığında eyni hündürlükdən cismin sərbəst düşmə müddəti nəyə bərabərdir? Sərbəst düşmə müddətinin düsturunu yazsaq, T bərabərdir 2H bölünsün J. Və burada J-nin düsturunu açsaq, Jm bölünsün, r-in kvadratı bu şəkildə olacaq. Buradan da r çıxır, 2h bölünsün Jm. İndi burada fikir versək, bizə deyir ki, kütləsi yerin kütləsinə bərabər, yəni kütlədən asılı deyil, eyni hündürlükdən, h-dan da asılı deyil. J onsuz sabit ədəddir. T r-dən necə asılı qalır? Düz mütənasib asılı qalır. Əgər radiusu yerin radiusundan 2 dəfə böyükdürsə, sərbəst düşmə müddəti 2 dəfə böyük olacaq. Ona görə 2T olacaq. Doğru cavab A variantı. 41. Cismə təsir edən qüvvələrin əvəzləyicisinin zamandan asılılıq qrafiki verilmişdir. Hansı zaman intervalında cisimlə bağlı hesablama sistemi inersial hesablama sistemidir. İnersial hesablama sistemi o vaxt olurdu ki, cisim ya sükunətdə qalırdı, ya da düz xətli bərabər sürətlə hərəkət edirdi. Burada da göründüyü kimi, həmin halların hər ikisində qüvvə sıfıra bərabər olmalıdır. Qüvvənin sıfıra bərabər olduğu hissədə yalnız T4, T5 hissəsidir. Ona görə doğru cavab olur burada B variantı. 37. Arximed qüvvəsinin A nöqtəsinə uyğun qiymətini hesablayın. Biz bilirik ki, P bərabərdir, P0 çıxılsın, F Arximed. A nöqtəsində P-nin qiyməti 0-a bərabərdir. Çünki bu nöqtədə, belə deyək də, riyaziyyatdan dediyimiz kimi x oxu üzərində olan nöqtənin y-i 0-a bərabər olur. Bu zaman P0 bərabərdir F Arximed olar. İndi bu P0 F Arximedə bərabər. P0-ı hardan götürərik? Baxın bu nöqtədən. Biz dərs eləyəndə, bu qrafiki çəkəndə kənar nöqtələrin hər ikisinə P0 demişdik. Demək ki, bu nöqtədə Arximed qüvvəsi də 20-yə bərabər olacaq. Doğru cavab D. 42. Yaydan kütləsi m olan yükü asdıqda onun uzanması x olur. Bu yaydan kütləsi 2m olan yükü asdıqda onun uzanması nəyə bərabər olar?
Yaydan yük asırıqsa, aşağı ağırlıq qüvvəsi təsir edir, yuxarı isə elastiklik qüvvəsi və onlar bir-birindən tarazlaşır. mg bərabər kx. Və buradan x-i tapsaq, mg bölünsün k. Göründüyü kimi uzanma kütlədən düz mütənasib asılıdır. Bu yaydan dediyinə görə k-sı həmin k-dır, j də dəyişmir. Kütlə 2 dəfə artıbsa, uzanma da 2 dəfə artacaq. Doğru cavab olur B variantı. 43. Cərəyanlı naqil maqnit sahəsində tarazlıqdadır. Maqnit sahəsinin induksiyasını azaltsaq, naqildə demək hansı istiqamətə yönəlir? Əgər tarazlıqdadırsa, biz bilirik ki, həmişə aşağı doğru mg təsir eləyir. Tarazlıq olması üçün əlimizi tutub əvvəlcə amper qüvvəsinin istiqamətinə baxmalıyıq. Amper qüvvəsinin istiqaməti sol əl qaydası ilə təyin olunur. Sol əlimizi elə tutmalıyıq ki, B induksiya xətləri ovcumuza daxil olsun. B xətlərinin istiqaməti nöqtə kimi verilib. Nöqtə şəkil müstəvisindən bizə doğru yönəlir. Əgər şəkildən bizə yönəlibsə, əlimizə daxil olacaqsa, ovcumuza daxil olmalıdır. Yəni, ovcumuz həmin müstəviyə tərəf. Biz onda əlimizin üstünü görürük. 4 barmağımız cəryan istiqamətində, yəni 4 barmağımız bu istiqamətdə, ovcumuzun için demək, B xətləri daxil olursa, bizim baş barmağımız yuxarı alınır. Yəni, əlimiz bu şəkildə, burada əlimizin üstüdür. O zaman yuxarı doğru amper qüvvəsi yönəlir. Və tarazlıq olduğuna görə amper qüvvəsi mg-yə bərabərdir. Burada da IBL bərabərdir mg-yə. İndi bizə deyir ki, induksiyanı azaltsaq. İnduksiyanı azaltsaq, amper qüvvəsi azalar. Amper qüvvəsi azalarsa, yəni bu naqili yuxarı dartan qüvvə azalır. Demək ki, naqil onda neyəcək? Aşağı düşəcək də. Çünki mg dəyişmir axı. Ona görə burada doğru cavab olur C variantı. 44. Hansı qrafik bir cins maqnit sahəsində çeviri üzrə hərəkət edən yüksək zərrəcinin dövretmə periyodunu çevirən radiusundan asılılığını ifadə edir? Periyodun düsturu 2pi m bölünsün qb. Göründüyü kimi radiusdan asılı deyil. Doğru cavab A variantı. 47. Saat əqrəbi dəqiqə əqrəbindən 3 dəfə qısadır. Deməli, biz əqrəbin uzunluğunu radius kimi götürürük. R-saat bərabərdir. R-dəqiqə bölünsün 3. Ya da kəsir kimi olmasın deyənə R-dəqiqə bərabərdir 3 R-saatda yaza bilərik. V-dəqiqənin V-saata nisbətini tapmaq üçün V-nin düsturu nədir? V-nin düsturu 2pi-r bölünsün t. R-dən düz, t-dən tərs asdı. V-dəqiqənin V-saata nisbəti R-dən düzdür deyə R-dəqiqə, R-saat. T-dən tərs asdı deyə T-saat, T-dəqiqə bərabərdir. R-dəqiqənin yerinə 3 R-saat, R-saat. T-saatın yerinə saat əqrəbin fırlanma periyodu nə qədərdir? 12 saat. Dəqiqə əqrəbinki 1 saat. Hər ikisini saatla ifadə eləməliyik. Burada da R-lər gedəndə qalır cavab 36. 48. Bir cins maqnit sahəsində yerləşən və aktiv hissənin uzunluğu L bərabərdir 10 cm olan naqildəki metrə çevirək. Əsas vahidlərlə işləyib axırda milli Tesla ilə göstərməliyik. Naqildəki cəryan şiddəti 3 amperdir. Naqil induksiya xətlərinə perpendikulyar istiqamətdə 20 cm yerini dəyişərkən sahənin gördüyü iş S bərabərdir 0,2 metr olduqda görülən iş A bərabərdir 1,2 vur 10 üstü mənfi 3 joule olub. İnduksiya modulunu istəyir bizdən. Biz əvvəlcə görülən işə yazırıq ki, F vurulsun S. Buradan amper qüvvəsini tapırıq. Amper qüvvəsi bərabərdir A bölünsün S. O da bərabərdir 1,2 vur 10 üstü mənfi 3 bölünsün 0,2 eləyir 6 vurulsun 10 üstü mənfi 3. Sonra da bilirik ki, F amper bərabərdir IBL. Buradan da B-ni tapanda F amperi, yəni 6 vur 10 üstü mənfi 3-ü bölməliyik I vurulsun yerə. 3 vurulsun 0,1-ə. Burada da eləyir 20 vurulsun 10 üstü mənfi 3. Yəni 20 milli Tesla. Cavab olur 20. Getdik irəli. 45. Deməli, bizdən soruşur ki, AB keçidi zamanı doymuş buxarın temperaturu və kütləsi necə dəyişər? Doymuş buxarın o hal dəyişməsi verilib bizə. A-dan B-yə keçərkən baxırıq ki, P sabitdir. P sabit haçan olurdu? Temperatur sabit olanda demişik ki, P
P rho n də sabit olur. Əgər P sabit qalıbsa, doymuş buxar deməli ki, T də sabitdir. T dəyişməz. Kütlə nə edir? Bəs A-dan B-yə getdikcə doyan buxar sıxılır. Doyan buxar sıxılırsa, buxarın kütləsi azalır, mayenin kütləsi artır. Bizdən də buxarın kütləsini soruşduğuna görə azalacaq. Doğru cavab olur B variantı. 46. Rəqs edən maddi nöqtənin potensial enerjisi hansı nöqtədə ən kiçikdir? Potensial enerji tarazlıq vəziyyətində ən kiçikdir, kənarda isə ən böyük olurdu. Tarazlıq vəziyyətində olacaq, yəni cavab B. 49. Enerjisi 3.5 elektron volt olan fotonların təsiri ilə deməli, fotoeffekti deyir bizə. Fotoeffektin müşahidə olunması üçün Y-kinetik böyük bərabərdir, A çıxış olmalıdır. Ona görə də A çıxışdan harda böyükdür enerji? 3.5, 1.8-dən böyük bərabərdir. Burada ödəyir. 5.3-dən kiçik olduğuna görə ödəmir. 3-də də 4.2 olduğuna görə fotoeffekt müşahidə olunmur deyir deyə bunu da götürürük. Kaliumda isə fotoeffekt müşahidə olunmur deyir. Səhvdir, çünki bu fotoeffekt müşahidə olunur. Y-kinetik harda A çıxışdan böyük bərabərdirsə, fotoeffekt müşahidə olunacaq. Kiçik olsaydı, onda fotoeffekt müşahidə olunmazdı. Doğru cavab olacaq 1 ilə 3. Və sonuncu sualımız 50. Uyğunluğu müəyyən edin. Tezliyi azaldırıq. Nüyünü azaltdıqda kondensatorun elektrik tutumu, tutum bildiyimiz kimi bərabərdir epsilon, epsilon 0 s bölünsün d-dən asılıdır. Ona görə də tezlikdən asılı deyil deyə dəyişməz. Yəni kondensatorun tutumu dəyişməz. Cəryan şiddətinin amplitude qiyməti IM. IM-i biz tapmaq üçün IM bərabərdir QM omeqadır. QM vurulsun 2pi newdən düz mütənasib asılıdır. Tezlik azalırsa, onda cəryan şiddətinin amplitude qiyməti də azalar. 2-yə getdi B. Tutum müqavimət X-i bərabərdir 1 bölünsün omega C. Omeqanı da açsaq 2pi nu C. Newdən tərs asılıdır. Tezlik azalarsa tutum müqavimət artar. 1-ə getdi C. Rəqs periodu T. T bilirik ki, tezliklə tərs asılıdır. Əgər tezlik azalırsa, period da artacaq. 1-ə həm də D gedir. Cəryan şiddətinin rəqsləri ilə gərginlik rəqsləri arasındakı fazalar fərqi. Burada deməli, fazalar fərqi dəyişməz. Çünki fazalar fərqi tezlikdən asılı deyil. Ona cavab olur 1-ə CD, 2-yə B, 3-də də A-Y. Ümid edirəm ki, izah sizə aydındır. Biraz xəstə olduğuma görə ola bilər ki, həmişəki effektə danışmayım. Bunu da nəzərə alarsınız. Bütün sualların izahı verildi. Sınaq qrupunda olanlar yoxlayıb geri dönüşlərinizi eləyə bilərsiniz. Kanala abunə olmayan varsa, abunə olmağınızı xahiş edirəm və əvvəlcədən izlədiyinizə görə, abunə olduğunuza görə minnətdaram. İnşallah gələn videolarda görüşənə qədər hələlik.